Salam dostlar, yepyeni bir video hoş gəlmisiniz. Bu videoda sizinlə Brawl Stars oynayacağıq və bu sizinlə ilk dəfə olacaq. Deməli, nə edəcəyik? Burada başlanğıc yerlərini, o bizə öyrədici yerlərini keçmişəm. Çünki düşündüm ki, o sizə maraqsız olar və çalışacağam ki, öyrədici olsun. Çox keçmədən başlayaq. Aha. Deməli. Bu yüklər bizim üçün bizə başlanğıc üçün çox vacibdir. Çünki yüklər bizim canımızı artırır, eyni zamanda da gücləndirir. Deməli, burada yük var. Burada da var. Çalışın bir də əgər döyüşmək istəyirsinizsə, ortaya gedin. Çünki ən çox adam ortada olur. Bir də ki, şel ilə uzaqdan vurmayın. Çalışın yaxından vurun ki, çox vursun. Uzaqdan vuranda çox az vurur. Burada. Deməli. Baxın, buradan da geri basırıq, anladım. Baxın dostlar, burada 2000 altından, yəni qızıldansa, 2000 savaşçı güc puanındansa, mən sizə önərirəm 5000 mücəvhər. Çünki 5000 mücəvhər aldınız da. Gələcəksiniz, buradan alacaqsınız yıldız şelini. Seçəcəksiniz. Bu kostüm. Bu Brawl Stars'daki ən çətin tapılan kostümdür də. Ona görə də, yəni çox belə değerli kostümdür bu kostüm. Gözlə, heç artırmayacağım. Belə. Gözləyin. Şimdi oyunumuza başladık. Eğer bilmeyenler de varsa oyun başlasın, bir şey göstereceğim. Bakın bu var bunu belə eləyəndə çalışın bunu uzaqdan vurun. Uzaqdan vuranda daha yaxşıdır. Amma yaxından vuranda bakın özünüz belə basın, özü vurub öldürəcək. Vurduk bunda. Demək bu şeydə ulti de bu oyundakı ən güclü vuruşdur da. Deməli, çox gəlirlər. Amma gol. Savaş topunda 2 tane gol atsaz, sonra bu oyun sizdən. Utduz. Yani maksimum 2 tane gol udmaq deməkdir. Yani bu oyunda maksimum 2 tane atabilirsiniz. Yani savaş topunda. Çox vururlar. Məncə bu oyundakı ən güclü ultilərdən biri Shelly'nin ultisidir, Shelly'nin. Həqiqətən, yəni dəhşət güclü ultidir o. Deməli, vurduq. Oy!
çox vururlar, çox vururlar. Ana qalaqdır və beləliklə maç bitdi. Deməli 17. Yox. Hə. Bir də ki dükkanda hər gün sizə belə hədiyyələr verəcək. Günlük hədiyyə. Təzə başlayanda da 100.000 verir sizə. Gözləyin, anlayın. Gözləyin. İcratsız yazmışdı. Elə bildim bir şey var. Ha, yoxdur. Ha, başlayaq. Bilirsiniz təkli hesablaşmaya niyə girmirəm? Onun bu dəqiqə xəritəsi bərbaddır. Belə qatarlar var. Heç nədən ölürsən də. Heç nədən məsələn oyunu uduzursan. Ona görə də girmək istəmirəm. Beləliklə qol. Bu birinci qol. Ver. Oy. Olmaz. Aha. Gəldilər. Oy. Neyse. Oyuna devam. Ve bu da sonuncu gol. Deməli gəlir burada. Burada da sizə hədiyyələr verir. Hədiyyələri də bilirsiniz niyə verirsə? Çünki yəni hədiyyələr də verməsə, siz genişə bilməzsiniz. Məsələn, savaşçılarını almaq üçün buradakı sizə kredi lazımdır. Kredi də baxın buradan və yaxud buradan. Ondan sonra bir də buradan gəlir. Ona görə də yəni bu oyunda gelişirsən. Bu oyun amacı tüklər demişkən. Yəni genişməkdir. Qarşıya bax, Poco bir də Barley gəlib. Aha. Barley az qala məni öldürürdü. Bir də ki bu oyuna təzə başlayanda botlar gəlir. Amma yəni botlarda zəif oynamır da. Yəni ən az öldürə biləcək gücdə var. Amma yəni sizi çətin öldürürlər də. Neyse. Başla. Oy, ayda vura bilmədim. Gədə. Ver. Oy, o gol ola bilər. Olmadı. Of. Neyinirəm öldürə bilmirəm. Bu oyun dostlar son oyunumuzdur və beləliklə də son oyunumuzu bitirmiş oluruq. 3 dəfə öldürmüşük, 2 dəfə ölmüşük. Bugünlük bu qədər dostlar. Hələlik görüşənədək.